Salam değerli izleyiciler, sizi Yasamal rayonundan salamlayırıq. Yasamal rayonunda bir sotda inşa olunmuş 2 otaq studiya tipli tam təmirli həyət evi satışa çıxarılıbdır. Biz də istədik ki, gəlib çəkiliş edib siz değerli izleyicilərimizə təqdim edək. Bu həyət evinin yerləşdiyi ərazi inşaatçılar metrosuna piyada 5-10 dəqiqəlik məsafədə yerləşir. Bir sotda inşa olunubdur, 2 otaqlıdır. Ümumi sahəsi təxminən 60 kvadrat olar. Qazı, suyu, işığı daimidir. 2 otaq studiya tipli həyət evidir. Hal-hazırda qonaq otağını siz değerli izləyicilərimizə təqdim edirəm. İndi bura isə yataq otağıdır. Yataq otağında da pəncərəsi mövcuddur, qonaq otağında pəncərəsi mövcuddur. Yəni havalanma yüksək səviyyədədir. Əvvəldə də bildirdiyim kimi qazı, suyu, işığı daimidir. Qeydiyyat yolu ilə satılır. Qiyməti 80.000 manatdır. Həyət evinin yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağını və əvvəldə də bildirdiyim kimi inşaatçılar metrosuna da 5-10 dəqiqəlik piyada məsafədə yerləşir. Bu həyət evinin qiyməti 80.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirimlər olacaq. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik videolarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın.